Kim ağlayır? 9 il deyib boşanmışam. Allah min xoşbəxt eləsin. Kimsə kiməsə görə burada ağlamır. Nə də birinci dəfə deyil canlıdayam. Mən oturmuşam qızlarla söhbət eləyirəm. Hərənin öz şəxsi həyatı var. Mən 9 ildir boşanmışam. O kişi xeylağıdır. 10 dəfə evlənib 10 dəfə boşanar. Təzədən 10 dəfə də ailə qurar. Adı üstündə kişidir. Ürəyi nə istəyir eləyir, evlənir, arvad saxlayır. Nə bilim orada kimi saxlayır. Özü bilər, öz həyatıdır. Gəlib onu burada mənə yazıb ürəyimi bulandırmayın. Nə olub ay xanım? Ər mənimdir, boşanmışam, uşağımın atasıdır, mən göynəmirəm. Sənə nə olub? Nə olub sənə? Yenə deyirəm, kişi xeylağıdır, evlənir, Allah xoşbəxt eləsin. Min xoşbəxt olsun. Olmayıb da qismətdir, boşanmışam. 9 il keçib üstündən. Ay bala, özüm boyda uşağım var. Görmürsən gözümü? Qoyun, ay qoyun, yenə deyirəm. Gözümə bax bir dənə. Qaldı pis olmağa, əlbəttə ki, niyə pis olmuram ki? O mənim uşağımın atası olub. Mənim uşaqlığım o ilə keçib. Mən verib çıxmasın, gözümü açıb onu görmüşəm. Mən onunla bir yerdə böyümüşəm. Niyə pis olmuram? Oluram. Neynəmək olar? Qismətdir. Xoşbəxt olsun. Bunun artıq nə deyim mən? Ağlayır. Nə bilim, 40 dənə kişi dəyişib, əcəb eləmişəm. Əsas o da ərim ola eləməmişəm. Ayrılmışam, həyatdır. Ailə həyatı qurur. Bizə də xoşbəxt olsun demək düşər. Nə deyim? Xoşbəxt olsun. Sidq ürəkdən deyirəm. Mən onu xoşbəxt eləyə bilməmişəm. Mən ona sağlam övlad payı verə bilməmişəm. Allah onun ikinci ailə həyatında xoşbəxt eləsin. Allah ona sağlam övlad qismət eləsin. Mən nə var dilimdədir, dalaşaram, hirslənərəm, gələrəm burada canlı açaram, ağzıma gələn deyərəm, amma o mənim özümküdür. İtdir, qurtdur, hər nədə özümünküdür. O mənim uşağımın atasıdır. Bugün də nəyəsə ehtiyacı olar, ən birinci yanında mən olaram. Pis vaxtında da həmişə mən yanında olmuşam. Tutulanda belə ən birinci yanında mən olmuşam. Onun hər pis vaxtında, yaxşı vaxtında evi qoy yanında olmayım. Amma pis vaxtında mən onun həmişə yanındayam. Çünki o mənim uşağımın atasıdır. Heç nə yox. O mənim uşağımın atasıdır. Bitdi, getdi, bağlayın söhbəti. Gəlib burada nə qanqaraçılıq edirsiniz? Ağlayırsan, nə bilim, 1000 dənə kişi dəyişmirsən, yaxşı eləmişəm. Sizin kimi ərim ola-ola Minoqqadan çıxmıram ki, bəzilərimiz dırnaq arası. Ərimi burada yola verib salonda gedib orada paylamıram. Boşanmışam, azad həyatımı yaşayıram, yaxşı eləyirəm. Sonra gəlib burada ara qatmaq istəyirsiniz, əcəb eləyirəm. Mən ağlamıram. Niyə ağlayayım ki? Fikir vermirəm. Ya saxlamalıyam, yo boşanmışam deyənə qıfıl vurub saxlamalıyam, neynəməliyəm? Qadınam mən, ay bala. Hansı düşüncədəsiz? 1000 dənə kişi ilə 40 dənə kişi dəyişmirsən, 1000 kişi ilə gəzirsən. Əcəb eləyirəm. Yaxşı eləyirəm. Bu qədər çəkilməklərdə bir insan. Baba. İnfeksiya düşüb gözümə. Salə. Ayca. Yo, verə gəzməlisən əşi. Əsas o da ərim yoxdur. Ərim ola-ola eləmirəm. Əcəb eləyirəm. Sonra. Yaxşı eləyirəm. Sən kim paylayıram? Sənə nə? Sən nöş göynəyirsən? Məndə hələ bu açıqdır. Yaxşı? Mənim ən böyük dağım, mənim ən böyük buramın yaralı olmağı budur. Bu. Kişidir, mişidir, oğlandır. Mənim üçün boş şeydir. Mənim buramda budur. Bu.
Sənə qurban. Ananın otağına gedək. Nə danışırsınız siz? Nəyi danışırsınız? Ana, Aycan, otağına gedək. alaram. Tort istəyirsən? Yaxşı, ana gəlib sənə tort alar. Gəlib burada nə aləmi qatırsınız? Nəsə deməyimi gözləyirsiniz, deyə gələ. Heç nə deməyəcəm. Kişi toyu eləyir, kişi toyu. Belə obşu toy eləsə gedərəm, nöş getmirəm, gedərəm. Nə olar ki? Onun mən heç bir pisliyi dəyməyib. İmkan verir, qoy yaramızı ürəyimizdə saxlayaq, daşıyaq. Bizim mehriban olmağımız, bizim deyib gülməyimiz, bizim bir bağımız var, buna görədir. Bir dənə bizim buramızda qalan budur. Buna görə biz mehribanıq, danışırıq, əlaqəmiz var, mehribanıq, olmalıyıq da, buna görə. Yəni, dünya olmasa zaten bizim əlaqəmiz olmayacaq. Siz götünüzlə də göyə çıxsaz, yəni bu reallıqdır. Dünyaya görə biz mehriban olmalıyıq, başa düşdünüz? Gəlib burada aləmi qatıb, burada danışıb, gedib burada, orada danışmıyın. Aləmi qatıb bir-birinə. Ağlamamışam mən, gözümə infeksiya düşüb. Mən bir həftədir beləyəm. Dünən də canlatmışdım, görürdünüz məni. İndi canlatıram mən. Bir-birinə. Ana, aləm qaçsın bir-birinə. Niyə mənim qəlbim onsuz da qırıldığı qədər qırılıb. Mənim ürəyim uşağımdan yaralıdır. Başa düşdünüz? Mən heç bir kişi mənim vecimə deyil. Heç kim. Bu həyatı mən seçmişəm, mən boşanmışam, mən ayrılmışam. Peşman da deyiləm. Bir də olsa bir də boşanardım, bir də olsa bir də ayrılardım. Aləmi qatıb bir-birinə. Bilmezdim ki sevgimizden sen belə tez doyarsan, bir gün mənə ihtiyacım olarsan. Niyə boşanmısınız? Boşanmışam da, yola getməmişik. Təşəkkürlər.